Bugün sizler için bu istilerde sizi çok güzel serinledecek, çok dadlı ve vitaminli bir pərpətöyün dovğası hazırlayıram. İlk önce pərpətöyünləri öz həyətimizdən təzə-təzə yığıram. Üzərində heç bir torpaq və qum dənəsi qalmasın deyə bol suyun altında tərtəmiz olana qədər yaxşıca yuyuram. Pərpətöyünləri çox yığmışam, amma hamısını bu salatda istifadə etməyəcəm. Çünki əsas hissəsini qış üçün pərpətöyün turşusu hazırlamağa ayırmışam. Kanala keçid edərək həmin o ləzzətli turşu videoma da baxa bilərsiniz. Dovğu üçün bizə 3 dəstə pərpətöyün kifayətdir. 2 xörək qaşığı düyünü biraz duz əlavə edərək suda tam bişənə qədər pörtlədirəm. Pərpətöyünləri də qaynar suda pörtlədirəm və suyunu süzürəm. Soyuduqdan sonra göstərdiyim şəkildə xırda-xırda doğrayıram. Doğradığım pərpətöyünləri bir qaba əlavə edirəm. Düyü də yumuşaldıqdan sonra suyunu süzüb bura əlavə edirəm. Yeməyimizə xüsusi dad vermək üçün 2 diş sarımsağı da əzib əlavə edirəm. Ərzaqları qarışdırdıqdan sonra 1 litr yarım qatıq əlavə edirəm. Mən ev qatığından istifadə etdiyim üçün qatıq biraz duru idi. Siz əgər mağaza qatığından istifadə etsəniz, sizin üçün bu dovğa qatı olarsa, biraz su əlavə edə bilərsiniz. Çırpıcı ilə heç bir topaq qalmayana qədər qarışdırıram, zövqə görə duz əlavə edirəm. İndi isə keçək təravət vermək üçün yarım dəstə şüyüd və 3 ədəd xiyarı doğrayıb əlavə etməyə. Bütün bunları bir yerdə yaxşıca qarışdırıram. Budur, artıq hər şey hazırdır. Həm yüngül, həm də çox ləzzətlidir. Eyni zamanda da vitaminli. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Videonu bəyənməyi və kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. Növbəti reseptlərdə görüşənədək.